Namazov 6-cı sinif kitabından qonşu və qarşılıqlı bucaqlara aid çalışmaların izahına baxaq. Demək, birinci şəkildə 3x və x bucaqları qonşu bucaqlardır. Qonşu bucaqların dərəcə ölçülərinin cəmi də 180 dərəcəyə bərabərdir. Ona görə nə edirik? Yazırıq 3x üstəgəl x bərabərdir 180 dərəcə. Yəni 4x bərabərdir 180 dərəcə. Buradan x-i tapıram, 180 dərəcəni bölürəm 4-ə. Bu deyilir 45 dərəcə. Deməli, x bucağım olur 45 dərəcə. 3x bucağını da tapsam, 3-ü 45-ə vuracam 135 dərəcə. Bizdən x-in qiymətini istədiyinə görə cavabımız olur 45. İkincidə x plus 80 ilə 5x çıx 20 qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqların dərəcə ölçüləri də bir-birinə bərabərdir. Yəni x plus 80-i bərabər eləyirəm 5x çıx 20-yə. X-i keçirdirəm 5x-in yanına, olur 4x bərabərdir. Mənfi 20-ni keçirdirəm 80-in yanına, olur 100. X də bərabər olur, 100-ü 4-ə bölürəm 25. X-i tapdıq 25. Üçüncü sualda bunlar qonşu bucaqlardır. Ona görə cəmini 180-ə bərabər eləyirəm. X üstə gəlinsin, x çıx 48 dərəcə, bərabərdir 180 dərəcəyə. Buradan 2x bərabər olur, 180 ilə 48-i toplayıram 228 dərəcə. X-i tapıram 114 dərəcə. Daha sonra növbəti, burada da qonşu bucaqlardır. Deməli, dərəcə ölçülərinin cəmini 180-ə bərabər eləyəcəm. 3x plus 24 üstə gəlinsin 5x plus 76-nı bərabər eləyirəm 180 dərəcəyə. 3x ilə 5x-in cəmi 8x, 24 ilə 76-nın cəmi 100. 180-in yanına keçir 100, olur çıxılır, olur 100 dərəcə. X də bərabər olur 100 nə idi? 80 dərəcə. Burada 80 yazırıq, sülüsən uşaqlar. 24 ilə 76-nın cəmi 100, 180-dən 100-ü çıxırıq 80 dərəcə. 80-i də bölürəm 8-ə, cavabımız edir 10. X-imiz olur 10. 7 nömrəli məsələdə deyir ki, qonşu bucaqlardan biri o birindən 36 dərəcə böyükdür. Qonşu bucaqlardan biri o birindən 36 dərəcə böyükdürsə, deməli biri x-dır, biri x üstəgəl 36-dır. Bunların cəmi 180 dərəcədir, çünki qonşu bucaqlar deyilir. 2x bərabərdir, 180-dən çıxıram 36-nı, 144, x-i də tapıram burada 72 dərəcə. Bir bucağım olur 72 dərəcə, digər bucağı da tapmaq üçün 180 dərəcədən 72 dərəcəni çıxıram, qalır 108 dərəcə. 108 dərəcə. Bir saniyə. Deməli, 108 dərəcə, bir bucağımız oldu 108 dərəcə, bir bucağımız oldu 72 dərəcə. Növbəti 8-ci sualda bizə deyir ki, qonşu bucaqlardan biri o birindən 3 dəfə böyük olarsa, bu bucaqların dərəcə ölçülərini tapın. Biri x-dır, biri 3x-dır. Toplayıram, bərabər eləyirəm 180 dərəcəyə. 4x bərabər olur 180 dərəcəyə. Buradan x-i tapıram 45 dərəcə. Biri 45 dərəcə olanda, digəri də 45-i vururam 3-ə. Olur 135 dərəcə. Növbəti, qonşu bucaqların nisbəti 11/7 kimidir. Yəni, biri 11x-dır, biri 7x-dır. Qonşu bucaq dediyinə görə toplayıb 180-ə bərabər eləyirəm. Buradan tapıram ki, 18x bərabərdir 180 dərəcəyə, x də bərabərdir 10 dərəcə. Bu bucaqların dərəcə ölçülərini soruşur. Biri 11x idi, yəni 110 dərəcə olur. Digəri 7x idi, yəni 70 dərəcə olur. Cavabımız 110 və 70. Daha sonra dərəcə ölçüləri nisbəti 2/3 kimi olan qonşu bucaqların dərəcə ölçülərini tapın. Birini 2k götürürəm, birini 3k götürürəm. Yenə də eyni şəkildə toplayıram, 180-ə bərabər eləyirəm. 5k bərabər olur 180 dərəcəyə. K da bərabər olur 36 dərəcə. 36. K 36-ya bərabər olandan sonra biri 2k idi, biri 3k idi. 2-ni vururam 36-ya, tapıram biri 72 dərəcədir bucağın biri. 3-ü vururam 36-ya, digər bucağı da tapıram 108 dərəcə. Daha sonra eyni şəkildə, ikincisini də eyni şəkildə həll edə bilərsiniz da, ikincisinə baxmıram. Qonşu bucaqların dərəcə ölçülərinin nisbəti 8-də 5/2-də 1 olarsa, bu bucaqları tapın deyir. Birinə yazıram 8-də 5k, birinə yazıram 2-də 1k. Toplamı yenə 180 dərəcəyə, söhbət çünki qonşu bucaqlardan gedir. 8-də 5 ilə 2-də 1-i toplasam ortaq məxrəci gətirməliyəm. 8, buna tamamlayacağıq 1 düşür, buna tamamlayacağıq 4. 5 üzərinə gəlinsin 4. 8-də 9k bərabərdir 180-ə. K-nı tapmaq üçün 180-i bölürəm 8-də 9-a, yəni tərsinə vururam.
9-da 8-ə. 180 ilə 9 ixtisar gedir 20. 20-ni 8-ə vururam 160. Bucaqlarımızdan biri oldu. Daha doğrusu yox, K'mız 160 dərəcə oldu. K'mız 160-dırsa, biri 8-də 5K idi, biri 2-də 1K idi. 8-də 5K'nı tapanda 8-də 5-i vururuq 160-a. Bu eləyir 100 dərəcə. Çünki 160-dan 8 ixtisar gedir 20. 20-ni də 5-ə vurduq 100. Daha sonra isə 160-ı 2-də 1-ə vururuq. 160-ı vururam 2-də 1-ə. 160 da 2 ixtisar gedir, qalır 80. Deməli, bucaqlarımızdan biri oldu 80 dərəcə, digəri də oldu 100 dərəcə. Oldu belə. Daha sonra növbəti 12-ci nömrəli məsələyə baxaq. Qonşu bucaqlardan biri o birinin 3-də 2 hissəsini təşkil edir. Biri o birinin 3-də 2 hissəsini təşkil edirsə, deməli biri 3x-dır, biri isə 2x-dır. Cəmi yenə 180 dərəcəyə bərabərdir. 5x bərabərdir 180 dərəcə. Buradan x-i tapırıq 36 dərəcə. X 36 olduqdan sonra isə biri 3x idi, biri 2x idi. 3-ü vururam 36-ya 108. Digəri isə 2 vur 36. Bu da bizə verir 72 dərəcə. Növbəti 13-cü sual. MON bucağı 90 dərəcədir uşaqlar. 90 dərəcəsi deməli bu bütöv bucaq 90 dərəcədir. Toplayıb, yəni 3x çıx 26 üstə gəlinsin x çıx 12 bərabərdir 90 dərəcəyə. 4x çıx 26 çıx mənfi 26 mənfi 12 eləyir mənfi 38 bərabərdir 90. 4x bərabərdir 128. X də bərabərdir 32. X-imiz oldu 32. Bizə nə soruşur? MOK və KON bucaqlarını tapın. MOK. MOK-nı tapmaq üçün 3x çıx 26. Yəni 3-ü vururam 32-yə, çıxıram 26-nı. 96. 96-dan 26-nı çıxanda qalır 70. Biri olur 70 dərəcə. X çıx 32. Daha doğrusu x çıx 12. 32-dən də 12 çıxıram, qalır 20 dərəcə. Biri də olur 20. Digərləri də eyni şəkildə. Bütöv bucaq 90 dərəcə olduğuna görə toplayıb 90-a bərabər eləyəcəyik. 14 nömrəli sualda da bayaq kifayət qədər yazdıq. Qonşu bucaqlar olduğuna görə qonşu bucaqların cəmi 180 dərəcədir. Toplayıb 180-ə bərabər eləyirik. 15 nömrəli. Qonşu bucaqlardan birinin 6-da 1-i ilə digərinin 4-də 1-inin cəmi 38 dərəcədir. Uşaqlar, bunu bu tərəfdə yazım. Qonşu bucaqlardan birinin 6-da 1-i ilə digərinin 4-də 1-inin cəmi. Qonşu bucaqlar demişdik ki, cəmi 180 dərəcədir. Deməli, mən birini x götürsəm, digəri də olur nə? 180 çıxılsın x. Deyir, birinin 6-da 1-i ilə x-in 6-da 1-i eləyir 6-da 1x. Digərinin 4-də 1-i. Bunun da 4-də 1-i, bunu vururuq 4-də 1-ə. Deyir ki, bunların cəmi 38 dərəcəyə bərabərdir. Gerisi həll eləmək. 6-da 1x üstə gəl. 180-i 4-də 1-ə vuranda 180-i 4-ə bölürük. 45 çıxılsın 4-də 1x bərabərdir 38 dərəcə. 6-da 1x-dan 4-də 1x çıxanda qalır 12-də 1 mənfi 12-də 1x. 45 38-in yanına keçəndə 38-dən 45 çıxıram. Qalır 7. Üzülü sayın uşaqlar. 7 dərəcə. X-i də tapanda mənfi 7. X-i də tapanda mənfi 7-ni bölürəm mənfi 12-də 1-ə. Bunun üçün 7-ni vururam 1-də 12-yə. Bu da eləyir 84. X-imiz oldu 84. Bu bucaqların dərəcə ölçülərini soruşurdu da bizdən. Bizdəki bucaqların birini x götürmüşdük, birini də 180 çıx x götürmüşdük. X-i 84 tapdıqsa 180-dən də 84-ü çıxacaq, 96 dərəcə olacaq. Bir bucağımız 84 dərəcə, bir bucağımız da 96 dərəcə olacaq. 16 nömrəli sualda. 16-da deyir ki, qonşu bucaqlardan kiçiyi bu bucaqların fərqindən 4 dəfə kiçikdir. Baxın uşaqlar, qonşu bucaqların kiçiyi bu bucaqların fərqindən 4 dəfə kiçikdir. Qonşu bucaqların kiçiyi x olsun. Fərqdən 4 dəfə kiçikdirsə, deməli fərq 4x-dir. Fərq 4x-dirsə, qonşu bucaqlarımızın digəri 5x olur. Bax, qonşu bucaqların kiçiyi x-dir.
5x-la x-in fərqi 4x-dir və x 4x-dan 4 dəfə kiçik sayılır. Qonşu bucaqlarımızın biri x, biri 5x. Bunların cəmi 180 dərəcəyə bərabərdir. 6x bərabərdir 180 dərəcə. X də bərabərdir 30 dərəcəyə. X olur 30. 5x də olur 150 dərəcə. Yəni bucaqlarımızdan biri 30, biri də 150 dərəcə olur. Daha sonra 17-ci sual. İki düz xəttin kəsişməsindən alınan. İki dənə düz xət kəsişdirirəm. İki düz xəttin kəsişməsindən alınan bucaqların üçünün cəmi dördüncü bucaqdan 276 dərəcə böyükdür. Üçünün cəmi. X, buraya yazıram. Bunun qarşılıqlısı bu da x. Bura olsun y bucağı, bunun da qarşılıqlısı olsun y bucağı. Nə deyir? Üçünün cəmi. Üçü hansı üçüdür? X, y, x. X plus 2 dənə x olduğuna görə elə promoy yazıram. 2x plus y. Üçünün cəmi dördüncü bucaqdan 276 dərəcə kiçikdir. Dördüncü bucaq nədir? Dördüncü bucaq y-dir. Ondan 276 dərəcə kiçikdir. Deməli, mən y-in üzərinə 276 gəlməliyəm. Hər tərəfdən y-i çıxıram. Eyni şəkildə 2x bərabər olur 276-ya. Buradan x-i tapıram 138. Deməli, x bucağım 138-dir. Əslində burada yerləri dəyişik olsaydı daha yaxşı olardı. X iti bucaq görsənirdi, amma kör bucaq cavabını aldıq. Biri bucaqlardan biri 138 dərəcə idi. Digəri bucağın da dərəcə ölçü təbii ki, qonşu bucaqda axı x ilə y bir-birinə 180 dərəcədən çıxıram 138 dərəcəni. Burada da tapıram. Deməli 42 dərəcə. Bucaqlarımızdan biri 138 dərəcədir, biri də 42 dərəcədir. 18 nömrəli məsələdə 18. Qonşu bucaqlardan birinin 4 misli, digərinin 11 mislinə bərabərdir. Uşaqlar, qonşu bucaqların biri x-dir həmişə, biri 180 çıx x-dir. Birinin 4 misli, yəni 4x, digərinin 11 mislinə bərabərdir. Bərabər qoyaq. Yəni 11 ilə 4-ün yerini dəyişək, 180-i 4-ə vurmaq daha rahat olacaq. Bura 4 yazaq, bura 11. Eyni şəkildə cavab alınacaqdı yerini dəyişsəydi. Sadəcə hesablama rahat olsun deyə belə yazdım. 11x bərabərdir. 180-i 4-ə vuranda eləyir 720, çıxılsın 4x. 4x 11x-in yanına keçəndə 15x bərabərdir 720. X-i da taparkən 720-ni bölürəm 15-ə. Bu da eləyir 48. X-i tapdım 48. X 48 olduqdan sonra bizə nə soruşurdu 18 nömrəli məsələdə? Bu bucaqların dərəcə ölçüsü. Biri x idi 48, digəri isə 180 çıx x idi. 180 çıx 48. Bu da bizə verir 132 dərəcə. Deməli, biri 132 dərəcə olur, biri də 48 dərəcə olur. 19 nömrəli sualda qonşu bucaqlardan kiçik bucağın 2 misli ilə böyük bucağın cəmi. Bir bucağımız x, bir bucağımız 180 çıx x-dir. Kiçik bucağın 2 misli, bu bucağın 2 misli, böyük bucağın cəmi. Böyük bucaqda 180 çıx x olsun. Bunun cəmi 226 dərəcədir. 2x-dan x-i çıxıram, qalır 1x. 226-dan da 180 çıxıram, qalır 46. Deməli, x-imiz 46. Bir bucağımız 46 olur, digər bucağımız da 134 dərəcə olur. Sonra 20 nömrəli məsələ. Qonşu bucaqlardan böyük bucağın 4 misli ilə kiçik bucağın 2 mislinin cəmi. Yenə bir bucağımız x-dir, bir bucağımız 180 çıx x-dir. Böyük bucağın 4 misli, kiçik bucağın 2 mislinin cəmi neçədir? 424-dür. 4x üstə gəlinsin 360 çıx 2x bərabərdir 424. 2x, 4x-dan 2x çıxıram. 360-ı keçidirəm 424-ün yanına. O da eləyir 64, x də bərabərdir 32. Deməli, bir bucağımız 32 olur, bir bucağımız da 148 dərəcə olur. 21 nömrəli sualda qarşılıqlı bucaqların cəmi bu bucaqların hər birinə qonşu olan bucaqdan 2 dəfə kiçikdir. Deməli, uşaqlar, baxın, qarşılıqlı bucaqlar çəkirəm. Burasına da x yazıram, burasına da x yazıram. Qarşılıqlı bucaqların burada y, burada y yazıram. Cəmi bu bucaqların hər birinə qonşu olan bucaqdan 2 dəfə kiçikdir. X ilə x-in cəmi, yəni 2x, bunların ikisine də qonşu olan y bucağından 2 dəfə kiçikdir. Y bucağından 2 dəfə kiçikdirsə 2x-in cəmi, y-in özü də 4x-ə bərabərdir. Bax, fikir verin, bunların cəmi bu y-dən 2 dəfə kiçikdir.
Bu da 4x-ə bərabərdir. İndi baxın 4x ilə x qonşu bucaqlardır. O zaman 4x ilə x qonşu bucaqlardırsa, mən bunları toplayıram. 4x üstəgəl x bərabərdir 180 dərəcə. 5x bərabərdir 180 dərəcə. X də bərabərdir 36 dərəcə. X-i tapdım 36, deməli qarşılıqlı bucaqların dərəcə ölçüsü 36 dərəcə imiş. Bu da oldu sonuncu 21-ci məsələmiz.